Gürcüstanın baş naziri İrakli Qaribaşvili bölgələrə səfəri çərçivəsində Azərbaycanlıların kompakt yaşadığı Kvemokartli Borçalı bölgəsində olub. Təfərrüatı ilə aynısın Gürcüstan bürosundan Turac İbrahimova. Baş nazir İrakli Qaribaşvili Marneoli'də Azərbaycanlılarla görüşdü. Əvvəlcə mədəniyyət evində müəllimlərlə söhbət elədi. İndiyə kimi həyata keçirdiyi layihələr haqqında danışaraq onlara əmək haqlarının artacağı barədə söz verdi. Sonra Qaribaşvili Yorarxı kəndində aqroturizm proqramı nəzdində yaradılan istirxananı gözdən keçirdi. Baş nazir kənd təsərrüfatı sahəsinin hakimiyyət üçün siyasi məsələ olduğunu qeyd elədi. Qaribaşvili həmçinin Qullar, Ağməmmədli, Sadaxlı və digər kəndlərə də baş çəkdi. Bildirildi ki, Marneoli Qeyd nəslinin nümayəndəsindən biri ona Quran kitabı hədiyyə elədi. Baş nazir Marneoli'də tez olur. Onun bu dəfəki gəlişinin səbəbi isə iyunun 15-də 9 gün sonra baş tutacaq yerli hakimiyyət seçkiləri ilə bağlı oldu. O vətəndaşları seçkidə fəal olmağa çağırırdı. Bizi seçərsinizcə Rustavi Marneoli yolunun salınmasına qısa zaman ərzində başlayacağız. Kənd təsərrüfatı sahəsində daha əlverişli layihələr həyata keçirəcək kimi fikirlər səsləndirirdi.